Biz hamımız, dostlar, dilimizə düşüb, özümüzü də qınamalı deyil. Azərbaycandakı vəziyyətdən danışanda deyirik ki, Azərbaycan Afrikadan betər olub, Afrikadan geridə qalıb, nə bilim, Azərbaycan Afrika ölkəsi kimidir, banan ölkəsi kimidir. Bu söhbətlər, dostlar, keçmişdə qalıb. Yəni bir 50 il, 60 il, 100 il bundan əvvəl Afrikanı bu nəzərdə görə bilərdik. Görə bilərdik, deyə bilərdik və yanılmaya da bilərdik buna görə. Bugün vəziyyət dəyişib. Mən özüm deməyəcəm, sizi dəvət edirəm. Özünüz internet vasitəsilə araşdırma aparın. Bax, bugün Afrikanın neçə dövləti var ki, iqtisadi azadlığına görə, demokratik təsisatlarına görə, söz azadlığına görə, siyasi azadlığa görə Azərbaycandan öndədir. Təsəvvür edirsiniz? Korrupsiyanın miqyasına görə Azərbaycan bir çox Afrika ölkələrin ötüb keçib. Yəni, sabah hər hansı bir Afrikalı qardaşımızdan, onun dilindən, öz rəhbərlərinə tənqid kimi eşitsə ki, bura Afrikadır, bura Azərbaycan deyil, deyir, onda inciməyək. Bu reallığın ifadəsi olacaq.